Salam əziz izləyicilərim, necəsiz? İnşallah yaxşısınız. Bugün kombimdən danışacağım. Kombimdə problem var idi, kombi işləmədi. İşləyirdi daşı, sadəcə olaraq necə işləyirdi? Yəni isti su ümumiyyətlə vermirdi. Yəni kombi nə üçündür? İsti su üçündür da. Əvvəl burada belə bir kodlar var. Kod 8, kod 1, kod 2, kod 27, kod 37 falan. Neyse mən də gördüm ki Y10 yazıb. Y10 da orada yazıb ki, indi bilmirəm ki oxuya biləcəksiniz ya yox, qoy tutun. Deməli yazıb ki, sistemdə suyun təzyiqi zəifdir. Yəni bu təzyiqi 1,5-ə qoymalıyıq. Biz də bunu elədik. Bu yaxşı oldu. Harasa bir yarım saat, 1 saat, 2 saat isti suyumuz işlədi. Uşaqlar tez saldım hamama, çimdi, elədi, çıxdı. Sonra təzədən Y2 yazdı. Amma burada da Y2'miz yoxdur. Heç bilmədi ki bu Y2 nədir. Axırı usta ilə danışdıq. Usta dedi gəlib baxıb, belə bilmək lazımdır. Sağ olsunlar gəldilər. Çox gözəl də işlərini gördülər. Çox razı da qaldıq. Çox şükür. Birazdan kombi ustaları gələcək. Kombi ustaları gələnə qədər mən buranı yığışdırmalıyam, götürməliyəm, ortalığı boşaltmalıyam. Çünkü biz kombiye şkaf yığdırmışıq. Elə bil ki şkafın içindədir kombi və onun yəni şkafın içində bölgə olmadığı üçün birbaşa, yəni belə deyim də, bütündür deyə şkaf. Vedrədir, pol taxtasıdır. Yəni evə aid ləvazimatları, artıq ləvazimatları oraya yığmışam. Çox istifadə eləmədiklərim, belə istifadə elədiklərimdən də var. Evin içində, ya hamamda, belə yerlərdə qoymuram. Hamısını onun içində saxlayıram. Kartof soğanımı da onun içində qoyuram. Qışda da belə çox qəşəng qalır kartof soğan. Onlar gələnə qədər yığışdırdım. Ustalarımız gəldi, nəhayət. Gəldi, indi görək nə olacaq, nə edəcəklər. Əvvəlki ustamız gəlirdi, kombinin özünü sökürdü, içindəkilər sökürdü bir-bir. Sanki paltar yuyan ki bir şotkalayırdı, dərmanlayırdı, elə yuyurdu, təmizləyirdi. Bunlar dedilər ki, biz sökməyəcəyik, çox maraqlı gəldi. Biz deyir, kombi sisteminə dəymirik, öz aparatımızla gələcək və o aparatla da yuyub, təmizləyib, lazım olanı düzəldib gedəcəyik də. Dedik, hə, lap yaxşı. Qəşəng aparatlarına qoşdular, çox rahat, çox səliqəli iş gördülər və görürsünüz bu belə deyim də su liniyalarımızın evə gələn hamamdır, ayaq yoludur, bir də kuxnanı sularını yudular, 3 dəfə yudular. Gələn sularda özünüz görürsünüz, əvvəl sapsarı axıntı pis gündə, sonradan su ağarmaya başladı. Bizim hamamdakı krantımızı dəyişmək istəyirdik. Çünki nazik bir gilə formasında gəlirdi su kranta. Bunlar, yəni bu ustalar yuyandan sonra krantdakı su artdı. Yəni normal, sanki təzə krant alıb qoymuşsan, yaxşı ki dəyişməmişik. Qəşəng də gəldi. Yəni çox razı qaldıq bu ustadan. Kim istəsə yorumlarda yaza bilər, yönləndirə bilərəm. Yəni heç tanımıram da. Qardaşları 2 qardaş idi, gəldilər. Yəni 2 oğlan idi, gəldilər, düzəltdilər, getdilər, sağ olsun. Əllər qollar var olsun. Qiymətləri də münasibdir. Yəni bunu da deyim. Yəni elə də şişirdici qiymət. Bizim o bir ustamız 5 manatlıq işə 50-60 manat deyirdi. Hətta axırıncı gələndə 80 manat istəmişdi bizdən. Yəni nə qədər düzgündür, bir balaca bir şeydi. Orada açırdı, yuyurdu, təzədən taxırdı. Yenə də bir neçə aydan sonra eyni şeyə gəlib çıxırdıq da, yorurdu. Və ustalar düzəltdilər, sağ olsunlar. Əllər qollar var olsun. Qazananın da cibi dolu olsun yoldaşımın. Qoy onu da dualayım. Şükür Allaha isti suya qovuşduq və axırda şkafın içini dedim ki oraları təmizlədim. Düzdür, elə böyük bir şey batırmamışlar. İçərisini təmizləyəndən sonra şkafın içini yığmağa çalışacağım. Allahın köməkliyi ilə inşallah. Bu arada yorum yazıb, like atıb, abunə olmağı unutmayın canlarım, gözlərim, əzizlərim. Gələn videolarımızda görüşənə qədər öpürəm sizi. Özünüzdən müğayət olun. Allaha əmanət olun.